Kartunya, David Babayan, David İşxanyan, David Manukyan və Levon Natsikhanyan Azərbaycanda Bakıda efsanda keçirilən məhkəmədə Nürnberg cinayətlərdə ittiham olunanlardan adı çəkilənlərin hamısı ömürlük həbs cəzasına məhkum olundular. Müxtəlif şayələr var idi Azərbaycan humanizm naminə və yaxud da nə üçünsə, kimlərinsə təzyiqindən dolayı bu adı çəkilən şəxsləri deyirdilər ki, azadlığa buraxacaq, neynəyəcək, amma haqq ədalət bərqərar oldu. Azərbaycan öz konkret qəti mövqeyindən çəkinmədi, büdürəmədi, satmadı və bu cinayətkarları qondarma rejim sübuta uğradılmış, tarixin arxivindən gömülmüş Arsaq qondarma rejiminin dırnaqarası Dağlıq Qarabağ vilayətinə respublikasının separatçılarını ömürlük azadlıqdan məhrum etdi.